Nə qədər diyet saxlasam da arıqlaya bilmirəm. Bu cümləni həyatınızda bir dəfə qurmusunuzsa, mütləq bu analizləri verməlisiniz. İlkin olaraq mütləq şəkildə qanınızdakı insulin miqdarını bilməlisiniz. Əgər qanınızdakı insulin miqdarı çoxdursa, bu insulin dirəncindən xəbər verə bilər. Bu zaman bədəndə enerji mübadiləsi normal şəkildə getmədiyindən sürətli şəkildə çəki ala bilərsiniz və çəki vermədə çətinlik yaşaya bilərsiniz. Növbəti yoxlatmalı olduğunuz problem qalxana bənzər vəznin hormonlarıdır. TSH və T4. Təəssüf ki, qalxana bənzər vəznin problemləri zamanı, hipotireoz zamanı insanlarda həm çəki vermədə çətinlik, həm də ki, sürətli şəkildə çəki almaq mümkündür. Üçüncü verəcəyiniz analiz ferritin testidir. Qanda ferritin miqdarı normadan aşağı miqdarlarda olanda insanlarda daha çox şirin şeylərə meyilliyi artır. Bu da təəssüf ki, arıqlama prosesinə mənfi təsir göstərir. Növbəti verəcəyiniz analiz kortizol testidir. Qanda olan kortizol miqdarı çoxdursa, bu sizdə abdominal, yəni qarın bölgəsində piyələnməyə gətirib çıxarda bilər. Əlbəttə ki, bütün bunların hamısı dolayı yolla sizin arıqlama prosesinə maneə törədə bilər. Ancaq arıqlaya bilməyəcəm deyə bir şey yoxdur. Sözsüz ki, düzgün qidalanma və həyat rejiminin düzgün şəkildə korreksiyası sizi gec-tez artıq çəkilərinizdən qurtara bilər.